Hamıya salamlar dostlar, necəsiniz? Ümid edirəm yaxşısınız. Kanalıma videoma xoş gəlmisiniz, səfalar gətirmisiniz. Bugün sizlərlə birlikdə başlığımdan da gördüyünüz kimi mənə pis yorumları oxuyuruq. Yəni o sizlərlə onların adını əslində başqa cür demək istəyərdim. Yəni başa düşdünüz nə deyəcəm? Mən bunların adını əslində belə demək istəyərdim. Amma ki, yaxşı formada demək istəyirəm. Pis yorumları oxuduq demək istəyirəm. Hə də yəni başı təkcə pis yorumla da deyil, başı çıxmayan adam yorum eləyib, onları da baxırıq, biraz əsəbləşə bilərik falan. Sizdən bir də video like atın, bir də kanalımıza abunə olun, bildirişləri açın. 100 kollar var, 100 kollar və 100 qədərimiz var. Hər Bu nəsə arada yəni dostlarım, belə. öz elmaslarınızı Free Shop'dan güvənli və sərfəli şəkildə ala bilərsiniz. Sağ tərəfdən gördüyünüz kimi əlaqə nömrəsi var. O nömrədən əlaqə saxlayaraq öz elmaslarınızı WhatsApp üzərindən güvənli və sərfəli şəkildə ala bilərsiniz. Bu arada bunu da birincidən qeyd edirəm ki, təkcə WhatsApp deyil, sayt da var. Sayta necə daxil olursunuz? Google-ə daxil olursunuz, axtarış ilə Free Shop yazırsınız və sayt gəlir. Saytı üzə sıxırsınız, sayta daxil olursunuz. Bu birincidən qeyd edirəm ki, saytda təkcə Free Fire yox, istənilən bir oyun elmas vura bilərsiniz. Bu arada balansınızı necə artıra bilərsiniz? Bunu da deyim. Bir bankla, Leo bankla, Kapital bankla, Milyon aparatıyla falan öz balansınızı artırırsınız və öz elmaslarınızı güvənli və sərfəli hardan Free Shop'dan alırsınız. Reklam qismimizi bitirdiyimizə görə keçək videomuza. Hər nəsə yəni belə. Birinci yorumdan başlamaq istəyirəm. Bu arada bu videoda video da baxırıq. Həm videolarıma nə yorumlar eləyiblər, nə haqqında, niyə bu video belə yorum eləyiblər, başı çıxmıyor, xiyar bu videoya niyə yorum eləyib. Yəni belə video çəkirik, baxaq. Dəyərləndirək yəni bu xiyarları. Yəni normal deyirəm, yəni ayrı bir söz deyirəm. Hər nəsə. İndi bu birinci yorum gəlsin ekrana, onsuz çıxacaq narahatım. Baxın, oradan oxuyun. Mən də belə oxumaq istəyirəm siz üçün. Qaqa birinci 100 min rəqəm deyil, 100 milyon topoy, nə bilim belə emojilər qoyub, beyin emojisi qoyub. Mən də sənə demək istəyirəm ki, ay topoy, videonu izləyək. Budur burada. Mən də belə bir effekt tapmışam. Deyir ki, qarpızı 100 min parçaya böl. Bu arada bəli, baxın. Topuya, baba xiyara baxın. Baxın, sadəcə videoya baxın. Burada yazılıb ki, 100 milyon elə. İndi insanıq da yəni. Ola bilər nəsə səhvimiz olsun, nəsə fikrimiz ayrı yerdə olub, yəni video çəkmişik falan. Ola bilər indi burada bir dənə nəsə səhv demişəm, səhv görmüşəm. 100 milyon imiş. Bax burada da bildirmişəm. Bu arada 100 milyon imiş. Səhv demişəm videoda. Bax burada da qeyd eləmişəm. Bax ay topoy, ay xiyar. Bax burada qeyd eləmişəm mən. Adında, sən adıma da baxıram, sən yaxşı sözlər də deyəcəm. Heç narahat olma sən. 100 milyon demiş. Bax burada yuxarıda oyun qeyd edilib ki 100 milyon. Mən bunu 100 min kimi görmüşəm. 100 min görmüşəm. 100 milyon imiş. Burada qeyd eləmişəm. Baxaq, video baxaq indi. saçımla lağ eləməyin, yay stilinə keçmişəm. Puanlayın, hətta saçımı ilə puanlayın, yaxşı pisdir bilmirəm. Nə oldu? Qazandım, bak tapdım mən. Yo gözləyin, mən bunu 100 minə hər nəsə də yəni. Buranı belə tamamladıq. Burada zaten o elə o yer mənə bəs idi ki, orada nə göstərimsə onu əlaca tamamladıq. Hə, indi keçək ikinci yorumumuza. Sən Free Fire oynamırdın. Bax, indi bu qaqaşa heç nə demirəm. Yenə deyirəm, videonun birincisindən qeyd eləmişdim ki, həm pis yorumlara, həm də ki, səhv deyənlər, nəsə yazanlar və ya hər şey cavab verirəm. Yəni, tam oxumuram ha, elə bunun 1%-ni götürmüşəm, bunun 100%-ni götürsəm, hətta boluqa atanlar da olur, artıq yazanlar da olur. İndi onları götürsəm, vəbşə vay eləyərəm bunlar üçün. Nəysə, onlar lazım deyil. Sən Free Fire oynamırdın, bu qaqaş mənə burada sual verir. İndi mən də bu qaqaşa demək istəyirəm ki, İndi sən məni Free Fire kimi görmüsən də, Free Fire oynamışam, onun elə videolarla biraz yəni məni tanımısan, düzdür? İndi mən PUBG, bir dənə PUBG videosu paylaşmışam. Qaqaş, hamı yazır, bu nə deyirlər, sən PUBG oynuyordun, sən Free Fire oynuyordun, PUBG keçibsən, buna hərəkətdir. İndi bir artıq söz deyəcəm, videosa deyəcəksiniz, niyə elə söz deyil? Ay qaqaş, insanıq da, sən neçə dənə oyun oynayırsan? Bax, sənə sual verirəm. Telefonunda neçə dənə oyun var? PUBG var, Free Fire var, nə bilim, Roblox var, nə bilim, qaqaş, Brawl Stars var. Mən sənə deyirəm, onları niyə oynayırsan? Qaqaş keçib ki, sən niyə PUBG oynuyorsun, sən Free Fire paylaşmasın? Mənə əmr deyirlər, ellərini atmışam bloka. Yəni bu da qardaş, yəni sən demək istəyirəm ki, doğru. Hamının öz zövqü var. Kim nə istəyir oynaya bilər. Dəhşət. Nə olub indi Free Fire-ın PUBG ilə nə bilim arasında bir rəqabət gedir. Ona görə yazırlar ki, sən PUBG paylaşma təkcə Free Fire. Qardaş, yəni mən nə istəyirəm onu paylaşıram. Bunu da birinə qeyd eləyirəm. Buna da belə cavab verdi. Keçək. Elmir PUBG oynuyorsan heyif. Adı nədir? Ramiz. Ala buna baxın. Mən buna nə cavab vereyim? Bayağı 2 kitab söz danışdım.
Yəqin sən bu video baxırsan, yəqin başa düşdün nə demək istədim. O bayaqki sözlər sənə də deyirəm. İstənilən hər nə zövqü var. Kim istəsə nəyi istəsə eləyə bilər. Heç kim heç nəyinə qarışa bilməz. Nəysə buna da belə cavab verdi. Keç. Elmir oynaya bilmirsən özüm ölüm. Bu arada bunun PUBG videosunun altına yazıb, uzun dəqiqəlik videonun altına yazıb. Özdə 5 nəfər də buna qatılıb ha. Yəni sən düz deyirsən, mən oynaya bilmirəm. Ay sizi topoylar. Və artıq söz demək istəmirəm. Nə həyatını yaşayırsınız axı siz? PUBG-ni özü də bir sansı video yazıblar. İlk dəfə PUBG, ilk dəfə deyirəm, amma ilk dəfə PUBG oynadığı videosunun altına bunu yazıblar. Siz nə qədər topoysuz, nə qədər axmaqsınız. Yox, mən davam eləməyəcəm bu video. Allahın üçün çox pis əsəbləşmişəm. Birinci dəfə oynamışam deyirəm. İlk oyunumdur, ilk. Hər halda oynaya bilmərəm. Hər halda zəif oynayacağam. Ay topoylar, niyə bunu başa düşmürsünüz? Siz bilmirsiniz hansı videoya baxırsınız. Xiyarsınız siz, Allahın üçün topoysuz, nə yəni? 5 nəfər nə həyatı yaşayır da, bunun da 6 nəfər nə həyatı yaşayırsınız siz? İnsansınız siz. Oynaya bilmir, özüm ölüm. Öl də onda. Öl, amin, öl. Nə deyim mən sənə? Xiyara, keç. Burada da görürsünüz, burada ilk yazılıb. Mən də buna bir dənə bəyənmə atmışam. Bir nəfər də yanıtda da, indi bu qaqaş ayı desən söz yazıb, baxa bilmirəm. İndi videoya girməyə həvəsim də yoxdur, indi YouTube'dan. Bunun altına yazmışdı ki, bir qaqaş. İndi tam deməyim də, biraz artıq da yazmışdı orada. Yəni, ilk olanda nə olur ki, siz nə belə deyib, ilk demək, yəni, videoya ilk baxandır. Bunun nə qədər YouTube yoxdur. İstəyirsən birin videosuna gir, uzun dəqiqəlik videosu və ya qısa, fərqi yoxdur. Orada hökmən mütləq ilk yazsın, görəcəksən. O mənim izləyicimdir. Girib ki, ilk sabit falan deyirlər. İlk demək, yəni ilk mən girmişəm. İndi 20.000 kütləm var. 20.000 kütlənin içindən ilk o video bax. O da orada ilk yazıb, qeyd edib. Mən də bunun altına o topoy, sən yəqin baxırsan video. Orada artıq yazmağın, yəni sən nə qədər axmaqsan, nə qədər düşürsən ki, o videonu orada yazırsan ki, ilk olanda nə olur, ay belə-belə. Sən xiyarsan ona görə. Mən səndən heç nə demirəm. İlk yazıb, əcəb edib, zor edib. Sən kimsən? Sən kimsən də qaqaş? Keç. Əsas şey budur. Tepki videoları çəkənlər nə yaşayır? Bu videonu biz görürük də, deyib biri. Qaqaş, sən kimsən? Çəkirik, zor eləyirik. Tepki videosu çəkirik, qaqaş, izlənirik, baxırıq. Biz də reaksiyamızı veririk. Cəmaatın xoşuna gedir, bizim də xoşumuza gedir. Biz çəkirik. Sən kimsən ki, tepki videosunda xoşun gəlmir, bloq elə. Konkret sən deyim, kimin xoşu gəlmir, bloq eləsin. Qaqaş, tepki videosu çəkirik, zor eləyir. Sən kimsən axı? Deyə mənə, nə həyatı yaşayırsan? Orada yazırsan ki, tepki videosu yazırsan, nə yaşayır? Sən nə həyatı yaşayırsan, bu yorumu eləyərək sən nə yaşayırsan? Mən sadəcə sənə bu sualı vermək istəyirəm. Sən nə yaşayırsan bəs? Sualıma cavab ver. Nə həyatı yaşayırsan da sən? Tepki videosu çəkilən nə həyatı yaşayır? Heç kim, bu bir var ha burada, like atıb, elə özüdür. Elə öz yorumunu atıb, özü də bir dənə like verib ki, güya da buna çox insan şey edib, amma özünə bir nəfər buna qatılıb. 4 gün əvvəl yazıb. İşte, belə topoyları bloklamaq lazım. Onsuz hamısı blokdadır, indi bilmirəm, çoxunu dezini atmamışam, yadımda deyil. Nə bilim valla. Sən getdin buluka. Bu sözü yazmaqla sən məni buluka atmamış olursan. Sən bulukatsan, sənin bu yorumun görsənməz. Buluka atıbsınız, kişkin buluka. Sən getdin buluka. Özdən nə maşın videosu, nə bilim, BMW-ni seçirəm deyənə, göməyirsiz, seçməmişim deyənə, bu mənə buluka atılır. Siz nə yaşayırsınız? Allahın üçün deyirəm, həqiqətən siz qaqaş, artıq danışmaq istəmirəm, Allahın üçün deyirəm, siz eləsiniz. Belələrinə deyirəm, hamıya aid deyil bu. Sən səysən, getdin buluka. Nə əlaqədə yəni? Sən getdin buluka, abunəlikdən çıxıram. 7 nəfər də buna şey eləyib, 7 nəfər də abunədən çıxıb ya. 7 nəfər də buna qatılıb, bir nəfər də yorumda nəsə yazıb, buna da qatılıb deyəsən bu da. Siz nə həyat yaşayırsınız? Sadəcə bunu deyirəm, nə yaşayırsınız? Çıxırsan belə nə vecimə? Çıx rədd ol. Mən sənin neyinlə bir nəfərlə nəsə olur? Gündə məndə 100 nəfər abunədən çıxır, 200 nəfər abunə gəlir. Neynirəm mən sən? Nəysə, keç. Bot vs-yə gəl. Bu da topoy bir insanlardan biri. Bot vs-yə gəl. Öz ID-sinə bura. Baba, bunun ID-si budur.
PUBG deyəyim bu. Bu Free Fire-ın ID'sinə qətiyyən oxşamır. Bu PUBG-nin ID'sidir. Bunu götürün, bunu qaşıyın qəşəng. Mən yazın ki, Elmir, bunu qaşıdıq biz. Bax bunu, bu budur. PUBG oynayanlar, bunun ağzını qaşıyın. Atın mənə videosunu. Bax. Qoyacağım mən bu bes. Nəysə. Bot, dünya bot. Siz nə həyat yaşayırmışsınız? Allah olsun, nə həyat yaşayırsınız? Nəysə. Qaqa sıfırda saxlayaram. Bot, dünya bot. Biz hara gedirik, Bax, bunları heç nə demirəm. Keçsin bunlar. Nəysə. Yalandır. Qaqa, nə yalandır? TikTok'ta bir dənə Ya video bu gördüm. yalan. Ya qarpızı xaladenikdə 24 saat gözlətdirirlər. Sonrasında nə bilim belə süddən, zaddan tökürlər, qarışdırırlar. Bir də marujna əldə edirlər. Biz bunu yoxlayarıq. Yəni elmimiz buna yoxlayır. Halbuki bu alındı da, videoya baxanlar görür ki, alındı da. Görüb ha, videoda alınıb bu. Alındı da, oldu da, yedim də, marujna oldu bu konkret, qatılaşdı. Yoruma yazıb ki, yalandır. Sən nətər deyirsən də bu yalandır. Ulu baxı, Karpuzun alındı içine baxı koyup bu. buzlukta beklettikten sonra Baxmayanlar da baxsınlar, baba baxsınlar. Baba dedilər alınmayıb. Baba deyir yalandır. Ala, baba. Görsən bunu. Görsən nətər qatılaşdı bu. Bax. Görüyoruz ki belə bir dənə şey alındı. İndi bunun dadına baxaq. Bura baxın. Bura görsən bunu. Görsən də bunu. Alınıb video kimidir. Belə sən ağzı baba birbaşa. Yaxşı? Geç. Öz videosunu tərifləyirlər. Burada öz videosunu tərifləyir desə, yəni təkcə mənə aid olur. Öz videosunu tərifləyirlər. Lər deyəndəki YouTuberləri burada nəzərdə tutur bu. Yəni heç kim özü bir video göstər. Mən orada deyim ki, mənim videom bomba videodur. Mənim videom nə bilim YouTuberlərin hamısının videosundan əladır. Belə bir söz mənim ağzımdan çıxıbsa, o videonu paylaş, məni etiketlə, mən o videoya baxım. Heç vaxt mən elə söz demərəm ki, mənim videom bombadır, bir nömrədir, ən qabaqda gedən videodur. Mən elə sözlər işlədən deyiləm. Başa düşdünüz? Şükür Allah, hamı əziyyət çəkir, hamı özünə görə video çəkir, paylaşır, izlənir, nə bilim, nə edir. Öz videosunu tərifləyirlər. Nə videosunu tərifləmişəm mən? Bəlkə də ironi eləmişəm, heç ironi də eləmərəm mən elə şeyi. Uşaqlar da yəni, onsuz da uşaq da yəni, ironidən başa düşürlər ki, onlar. İndi nə yaşayırsan, elə budur, ironi demişkən, nə yaşayırsan? Budur, bax, boynu, bax, bura emoji göndərib, gülmə emojisi, bax indi. Baxın, həmin videoya baxaq sizlərin. Orada emoji elə, bax, orada ironi eləmişəm, Allahın olsun ironi eləmişəm. Bax, o da bu videodur. Budur. Bəli dostlarım, burada da Cristiano Ronaldo ora qol atmalıdır, amma oradan bura qol atmaq biraz çətin məsələdir, mümkünsüzdür belə qısacası deyə. Ona görə məndən kömək istəyib, mənə zəng elədi, dedi ki, Elmir, gəl mənə kömək elə, mən qol atmalıyam bura. Ay qaqaş, sən bunu başa düşməyəsən, sən bu ironi də bu. Sən 5 yaşın var, 2 yaşın var, telefon ələ götürübsən, ironidən başın çıxmır sənin. Ay, nəysə, uşaqsan, heç nə demək istəmirəm. İronidir, bax, belə şeylər, nətər başa düşmürsünüz də ironini siz? Ay qaç, baba, arxaya biraz geriyə ver bunu. Bax. Burada bir şey də göstərim sizə. Gəl mənə kömək elə, mən qol atmalıyam bura. Tamam. Budur, ben özümə şillağı da qoymuşam özümə. Yox, ataq bunu. Cəmaət mənə inanmır da. Orada deyir ki, tam inandım. Görmüşsən, sən bunu da görübsən, plus onu da qoymuşam ki, yəni ironi də bu. Nətər başa düşmürsən ki, ironidir. Məzələnirəm də orada mart videosu, gülməli video çəkmişəm də mənə xiyar. Baxmayın da video, başınız çıxmır, baxırsınız, cəhənnəm, yorum eləməyin. Heç nə eləməyin, rəy bildirməyin. Nə bilim, heç nə yazmayın, yazırsınız, səhv yazırsınız, düzgün yazsan gələm cəhənnəm, düzgün yazır. Bu nə yaşayışdır? Vallahi eləməyin belə, nə bilim, vallahi topoy gəlib, siz topoy gələcəksiniz. Heç nə, bəs bu qədər, Allah əsəbləşirəm mən. Allah'ın sözü bunun %1%'ini götürmüşəm. 1% deyirəm bu gündədir belə pis yorumlar. Mən bu videonun part 2'ni çəksəm, Allah'ın sözü çəksəm var ha, %100'ünü götürəcəm. Nələr varsa göstərəcəm nə yazırlar.
Onu da başa düşəcəksiniz ki, nə bilim, necədir. Onu da başa düşəcəksiniz. Nəysə, sağ olun, salamat qalın. Sevilirsiniz. Allah'a